Təsəvvür edin ki, planetimizin düz ürəyində bizim xəbərimiz olmadan bütöv bir dünya gizlənib. Hə, bu bir fantastika deyil. Söhbət Vyetnamdakı Hang Son Doong mağarasından gedir. Gəlin birlikdə bu gizli dünyanın qapısını açaq. Əvvəlcə gəlin bir şeyi aydınlaşdıraq, çünki bu tez-tez səhv salınan bir məqamdır. Yəqin ki, çoxunuz dünyanın ən uzun mağarası haqqında eşitmisiniz. Bu, Amerikadakı Mamont mağarasıdır. Amma Son Doongun rekordu tamam başqadır, bəlkə də daha təsirlidir. Məsələ uzunluqda deyil, məsələ həcmdədir. Yəni bu, planetin ən böyük mağarasıdır. Həcm dedikdə nəyi nəzərdə tuturuq? Rəqəmə qulaq asın. 38,5 milyon kub metr. Düşünmək belə çətindir, düz deyilmi? Amma məhz bu rəqəmdir ki, Son Doongu rəsmən planetimizin ən böyük mağarası elan edir. Bu, sadəcə bir boşluq deyil, sanki yeraltı bir kainatdır. Bu miqyası gözünüzün qabağına gətirmək üçün gəlin belə bir şey fikirləşək. Mağaranın əsas keçidi o qədər böyükdür ki, içinə nəhəng bir Boeing 747 təyyarəsini rahatlıqla park edə bilərsiniz. Ya da istəsəniz 40 mərtəbəli bir göydələni bütövlüklə ora yerləşdirə bilərsiniz. Bu, sözün əsl mənasında yeraltı bir şəhər kimidir. Yaxşı, belə bir nəhəngin illərlə, əsrlərlə gizli qalması necə mümkün olub? Və onu kim tapıb? Hə, bu hekayənin özü də mağaranın özü qədər möhtəşəmdir. Hər şey bir fırtınadan sığınacaq axtaran adi bir yerli adamla başlayıb. Deməli, hekayə belədir. 1990-cı ildə Ho Kan adlı bir yerli sakin fırtınaya düşür və təsadüfən bu mağaranın ağzını tapır. Amma sonra yerini itirir, təsəvvür edirsiniz. Təxminən 20 il boyunca dünyanın ən böyük mağarası sadəcə bir adamın xatirəsində, bəlkə də bir əfsanə kimi yaşayır. Nəhayət, illər sonra 2008-ci ildə Britaniyalı tədqiqatçıların təkidi ilə apardığı axtarışlar nəticə verir və o, möcüzəvi şəkildə həmin sirli girişi yenidən tapır. Məhz bundan sonra dünya bu möcüzədən xəbər tutur. İndi isə gəlin birlikdə o girişdən içəri addımlayaq. Hazırsınız? Çünki Son Doong sadəcə daşdan və qaranlıqdan ibarət bir yer deyil. O, öz qanunları, öz havası, öz həyatı olan, nəfəs alan bir dünyadır. Oraya gedən bir jurnalist hisslərini necə ifadə edib bilirsinizmi? Deyib ki, Son Doongdakı mənzərələr elə bil Avatar filmindən çıxmışdı. Bu, yəqin ki, içəridə sizi nəyin gözlədiyini anlamaq üçün ən yaxşı təsvirdir. Başqa bir planetə səyahət kimi bir şey. İçəridə sizi nələr gözləyir? Hazır olun. Mağaranın o qədər böyük bir həcmi var ki, öz hava sistemi var. Hətta içində buludlar əmələ gəlir. Bəli, düz eşitdiniz. Yeraltı buludlar, sonra sürətlə axan bir yeraltı çay və ən əsası, tavandan günəş işığı düşən yerlərdə bütöv bir tropik meşə var. Yerin yüzlərlə metr dərinliyində bir meşə. Hələ 80 metrlik nəhəng stalakmitləri demirəm. Bu, sanki təbiətin bütün qaydaları pozduğu bir yerdir. Bəs yerin altında meşə necə yarana bilər? Günəş işığı olmadan bu mümkün deyil axı. Cavab dolin adlanan geoloji bir fenomendir. Bunlar əslində mağara tavanının çökməsi nəticəsində yaranan nəhəng dəriklərdir. Sanki göyə açılan pəncərələr. Məhz bu pəncərələrdən süzülən günəş işığı mağaranın ürəyinə həyat verir. Və bu günəş işığının yaratdığı möcüzəyə bir ad da veriblər. Eden bağı. Düşünün, yer səthindən 200 metr aşağıdasınız və başınızın üstündə 30 metrdən hündür ağaclar ucalır. Bu həqiqətən də dünyamızın içində gizlənmiş başqa bir dünyadır. Əlbəttə ki, belə unikal bir mühit özünə məxsus bir canlı aləm də yaradıb. Alimlər burada milyonlarla il ərzində tam təcrid olunmuş şəkildə təkamül edən canlılar tapıblar. Məsələn, gözləri olmayan balıqlar, rənglərini tamamilə itirmiş şəffaf həşəratlar, bu canlılar qaranlığa o qədər mükəmməl uyğunlaşıblar ki, bizə təkamülün sirləri haqqında inanılmaz məlumatlar verirlər. Amma hər böyük kəşf özü ilə birlikdə böyük bir məsuliyyət də getirir. Belə möhtəşəm, eyni zamanda da kövrək bir yeri bütün dünyaya tanıtdıqdan sonra çox vacib bir sual ortaya çıxır. Biz onu necə qorumalıyıq? Və bu sual bizi hekayəmizin bəlkə də ən çətin, ən mühüm hissəsinə gətirib çıxarır. Son Doongun qorunması dilemması. Vəziyyətin nə qədər ciddi olduğunu anlamaq üçün Beynəlxalq Təbiəti Mühafizə İttifaqının, yəni IUCN rəsmi hesabatına baxmaq kifayətdir. Onların qiymətləndirməsi çox aydındır. Parkın vəziyyəti ciddi narahatlıq doğurur. Bu sadəcə bir xəbərdarlıq deyil, bu qırmızı həyəcan siqnalıdır. Bəs əsas təhdidlər nələrdir? Təəssüf ki, demək olar ki, hamısı birbaşa insanla bağlıdır. Ziyarətçilərin sayının artması, çirklənmə, bunlar çox yüksək risk qrupundadır. Həmçinin əraziyə gətirilən və yerli bitkiləri məhv edən yad bitki növləri də eyni dərəcədə təhlükəlidir. Bunlara brakonyerliyi və qanunsuz ağac kəsimini də əlavə etsək, mənzərənin nə qədər həssas olduğu ortaya çıxır. Problemin kökü isə hər zaman olduğu kimi bir dilemmada gizlənir. Pul, yoxsa təbiət.
IUCN-in hesabatında açıq şəkildə deyilir ki, iqtisadi maraqlar və gəlir əldə etmək istəyi bu unikal təbiət dəyərlərinin qorunmasını ikinci plana ata bilər. Yaxşı, bəs bu dillənmə ilə necə başa çıxmaq olar? Hazırda çox həssas bir tarazlıq üzərində qurulmuş bir strategiya var. Məqsəd həm mağaranı dünyaya göstərmək, həm də onu qorumaqdır. Bu əslində bir ticarət kompromisidir. Bir tərəfdən turizm yerli insanlar üçün yeni iş yerləri deməkdir. Onları əvvəllər məcburiyyətdən etdikləri qanunsuz ağac kəsimindən uzaqlaşdırır, hətta turizmdən gələn gəlirlərin bir hissəsi qoruma işlərinə sərf olunur. Amma medalın o bürüzü də var. Hər bir yeni ziyarətçi o kövrək ekosistemə bir zərər riski deməkdir. Bu riski minimuma endirmək üçün 4 mərhələli bir model tətbiq edilir. Birincisi, turları yalnız lisenziyası olan tək bir şirkət apara bilər. İkincisi, bir il ərzində mağaraya girə biləcək insanların sayına çox sərt bir limit qoyulub. Üçüncüsü, ekosistemin özünü bərpa etməsi üçün mağara hər il bir neçə ay tamamilə bağlanır. Və dördüncüsü, qiymət. Bir turun qiyməti təxminən $3000. Məqsəd kütləvi ucuz turizmin qarşısını alıb, az sayda amma yüksək gəlir gətirən bir model yaratmaqdır. Və bütün bunlar bizi son amma çox vacib bir suala gətirir. Bir təbiət möcüzəsini qorumağın ən yaxşı yolu onu bu qədər bahalı və əlçatmaz etməkdirmi? Yoxsa bu yanaşma planetimizin ən böyük xəzinələrini sadəcə varlıların səyahət edə biləcəyi bir məkana çevirir? Bu sualın asan bir cavabı yoxdur və yəqin ki, bu müzakirə hələ uzun illər davam edəcək.